Şairin haqqında çox söz, çox fikir bildirmək olmur. Səbəb odur ki, şair gənc yaşında öz sözünü dəfələrlə artıq şəkildə öz xiridarlarına demişdi və özünü həddindən artıq çox tanıtmışdı. Biz sadəcə olaraq dünyasını dəyişmiş şairləri işıqlandırmaqda məqsədimiz odur ki, biz tarixin tozlu səhifələrinə buraxmayaq dəyərli şairlərimizi. Nəinki Elçin, nəinki Məşəd Baba, nəinki Bilqələm, Aydın, Vüqar, Molla Məmməd və s. Biz keçmiş ədəbiyyatımıza, folklorumuza dəyər verməliyik. Əks təqdirdə özümüz də dəyər görməliyik. Bizim dünyasını dəyişmiş və hal-hazırda sağ olan söz xiridarlarının, söz sənətkarlarının, söz ustadlarının sözlərinə ehtiyacımız var. Sizdən bir kanal olaraq xahişimiz odur ki, bizə bu yolda dəstək olun və müəyyən insanları, unudulmaqda olan insanları, istər şairi olsun, istər idmançısı olsun, onları cəmiyyətimizə tanıtdıraq. Cəmiyyətimizin yadına salaq. Zaten onlar öz sağlıqlarında öz sözlərini demiş insanlardılar. Bu yolda bizə kömək olun. Bir yerdə güclüyük. Azərbaycan xalqı birlikdə güclüdür.